Herkese salam, kanalıma xoş gəlmisiniz. Sevilən aparıcı Çinarə yeni doğulmuş körpəsi üçün evində məclis təşkil edib. O, yaxın dostları ilə birlikdə kiçik məclis qurub həmin görüntüləri izləyiciləri ilə paylaşıb. Sözü gedən foto və videoları sizlərə təqdim edirəm. Esmira Qafarova bizim mütəxəssis, laqoped üzrə psixoloq. Yəni həqiqətən bu qadını bir başqa cür sevirəm. Çünki o həm mənim bağ qonşumdur, həm çox gözəl insandır və Mədinəmiz üçün həmin anadan olan günü, evə çıxan günü səhəri bizə bax belə gözəl şokolad boksu göndərib. Çox sağ olsun deyirəm. İnanın, bax belə hədiyyələr, başqa cür elə hədiyyələr, nə bilim, kim biri qızıl göndərir, biri nə göndərir, hər bir şey göndərir də. Çox sağ ol deyirəm. İnanın, o qədər sizi çox sevirəm, var olasınız. Güllərim ola bilər biraz solub, çünki 3 gündür gəlib, hələ indi 1-ci mərtəbəyə düşmüşəm. Bütün günü 2-ci mərtəbədəyəm deyənə gəlib bunları çəkə bilməmişdim. Deməli dostlar, o qədər mənə hədiyyələr gəlir. Halım olmur ki, sizə çəkim bir və mənim çox sevimli, dəyərli xanımım Ayba Couture, oyuna yeni başlamışıq. Amma inanın ki, o qədər vnimatinlidir. Buna baxın. Elnarə xanıma təşəkkür edirəm. Allah razı olsun. Bir də o modelyer dizaynerdir deyənə. Hətta onun gülün fərqliliyinə baxın da. Evimiz gül bahçəsinə dönüb. Sabahınız xeyirli olsun. Mənim dəyərli Aynurun o qədər gözəl ürəyi var. Ümumiyyətcə, mənim dostlarım o qədər mənə hədiyyələr gəlib, dostlar. Mən hələ belə gözləmirdim. O qədər kövrəlirəm. Dostlar, neçə vaxtdır özümlə eləşəm deyənə. Bir də buna baxın. Gözəl Çina, təbrik edirəm. Sana adın mübarək, xoşa Aynur babaxan. Aynurum mənim o qədər vnimatinlidir. Yəni, mənim dostlarım elə gözəl mənə güllər gətiriblər. Çox sağ ol. Görürsünüz də. Hələ bir nə qədər var evdə, o biri evdə.